Salam əziz izləyicilər, əziz şagirdlər, xoş gördük sizləri. Demək, bugün sizinlə faiz nisbət tənasib bölməsindən belə bir məsələnin həllinə baxacağıq. Demək, bizə məsələdə nə deyir? X, Y, bir də Z maddələri verilib. Deməli, bu Z maddələrinin dairəvi diaqrama əsasən paylanma dərəcələri verilib. Yəni, belə deyək də, bir X maddəsini payına şəkildə göründüyünə görə 90 dərəcə, Y maddəsinin hesablasaq 360 dərəcə olduğundan paylanmasına deməli neçə dərəcə? 150 dərəcə, Z maddəsinə isə 120 dərəcə düşür. Yəni, bu bir nisbətdir sadəcə olaraq. Biz bu verilən bu nisbəti, belə deyək də, ixtisar edib sadələşdirsək, onda deyə bilərik ki, X maddəsinə tutaq ki, burada 30-a ixtisar eləsək 3K, Y maddəsinə onda demək 5K, Z maddəsinə nədir? 4K şəklində bölünmüş olur. Bəs məsələdə bizə başqa bir şey verib şərtdə. Deyir ki, həmin ayda, demək ki, bu məsələn bir də oxuyaq, fabrikdə bir ayda istehsal olunan XYZ məhsullarının paylanma dərəcəsi və bir ədəd məhsulun istehsal xərci və satış qiyməti verilmişdir. Həmin ayda Z məhsulunun istehsal miqdarı X məhsulunun istehsal miqdarından 6 ədəd çoxdur. Yəni, biz ona baxsaq, Z məhsulu X məhsulundan 6 ədəd çox olduğundan, yəni burada demək istəyir ki, 4K minus 3K nə qədər də 6 olur. Buradan da alırıq ki, demək, K-nın qiyməti nə qədər? 6 olacaq. Yekunda nəyi soruşur bizdən? Çox olarsa, bu fabrikin XYZ məhsullarının satışının neçə faiz qazanc əldə olunar deyir. Satışından neçə faiz qazanc əldə olunar. Biz K-nı tapdığımıza görə K-nın qiymətlərini burada nəzərə alsaq, elə öz düşündə yazacağam. 6-ya vursaq, onda X maddəsindən 18, Y maddəsindən demək 30, Z maddəsindən isə 24 ədəd olur. Demək, biz burada diaqrama əsasən istehsal xərcləri nəzərə alsaq, onda X maddəsindən nəyə vurmalıyıq? 10 manat xərc çəkildiyinə görə, onda 180 manat X maddəsinə, demək, Y maddəsinə nə qədər xərc çəkilib? 20 manat. 20-yə vuranda bunu olacaq 600. Bir də Z maddəsindən isə hesablayanda, deməli, 40-a vursaq, üzr istəyirəm, 30-a vursaq 720 manat olur və bu cəm, yəni ümumi çəkilən xərc olacaq 1500 manat. Tamam. Keçdik. İndi digər tərəfdən isə diaqramdan bizə bunların satış qiymətləri verilib. Demək, X maddəsinin satış qiyməti 30 manat. 30-a vuranda 18-i eləyəcək 540. Plus Y maddəsinin satış qiyməti yenə o da 30 manatdır. 30-u da 30-a vuranda demək olacaq 900 manat bunun satış qiymətindən və Z maddəsinin isə neçəyə satılıb şəkilə görə 40 manata satılıb. 40 manata satıldığı üçün demək buradan nə qədər olacaq? 960 manatda bu satılıb və bunları toplasaq nəticədə 2400 alırıq. Deməli, bu çəkilən xərc, bu 2004 isə nədir? Satış qiymətidir. Aradakı fərq nə qədər olacaq? Deməli, 2400-dən burada çıxarıq 1500-ü. Deməli, aradakı fərq olacaq nə qədər? 900. Bəli. 900 manat deməli qazancı olur. Və bizdən 900 manat qazancı yox, neçə faiz qazanc əldə olunduğunu. Demək, biz nəyi tapmalıyıq? 900 manatı qazancımızı böləcəyik, çəkilən xərcə vuracaq 100%. Yəni, 900 manat 1500 manatın neçə faizi olur? Bunu da hesablasaq, 60% qazanc əldə olunmuş olur. Videonu diqqətlə izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.